Bunlar kimdir belə burada oturaq eləyiblər? Yəqin ki, Kufənin ətraf qəbilələrindəndirlər. Bayraqlarına bir bax. Görəsən onların bir yerə yığışmalarının səbəbi nədir? Təkcə bir şey. Rəsulullah övladı ilə beyyət. Gedək, gedək. Salam əleykum. Salam əleykum. Ne olub, ne xəbərdir? Bunlar kimdir? Qarətçilərdir. Əba Məhəmmədin adı ilə qarət eləyirdilər. Allah bunlara lənət eləsin. Allah bunlara!
Səni Binəlinin adı ilə şəhərət edirik. Əhməd! Ora bax, Rəşiddir. Rəşid? Xoş gəlmisiniz. Rəşid. Sən burada nə edirsən? Uzun söhbətdə Əhməd. Kufiyə nə vaxt gəlmisən? Bugün səhər Haris hardadır? buradadır. Bir bax, gəlir. Burada nə olur? Ora bax, Əhmədlə Salih. Salam ata. Salam uşaqlar, salam. Necəsiz? Hə? Necəsən Əhməd? Görürsən hər? Salih. Necəsən, hə? Necəsən hərf? Salam. Siz hamınız burada nə edirsiniz? Uzun söhbətdir, sonra danışarıq. Bəs sizdən nə oldu? Tapşırdın Muaviyəyə. Bəs bizim arvad uşağımızı nə elədin? Onlar hardadılar? Arxayın ol. Lap yaxşı yerdədirlər. Göndərdim əmin uşaqların yanına. Bunlar kimdilər? Bir dəstə qarətçi. Çöldə cəmaatı Əba Məhəmmədin adı ilə qarət edirdilər. Allah onlara lənət eləsin. İbn Abbas'a demək Biz də lazımdır. onlardan bir neçəsini gördük. Hər yenə səfələnir. Biz hər şeyi ona danışmışıq. Yaxşı. Qul satan hərbi tanıdısa, bəs necə yaxa qutarıb bura gələ bildi? Səbr elə deyirəm. Sən necə də O tələskənsən. həmişə səbirsiz olub. Eyni zamanda Əmrasa da bənzəri var. Həmrəz nə məsələdir? Heç, boş söhbətdir. Hə Məhəmməd, danış görək. Rəşid Ərbin tutulmasını bizə xəbər verdi. Sonra da bizi casus kimi saraya apardı. Cəsus? Deməli biz indi Muaviyənin cəsusları ilə bir yerdəyik. Odur ki, ehtiyatlı olmalıyıq. Məhəmməd, bura gəl. O kişini görürsən? Hansı kişini? Sütunun kənarında oturanı deyirəm. Kimdir ki o? O cəsusların başçısıdır. Ha? Mən onun dəstəsindənəm. Sən də onu tanıyırsan. Bizim başçımız başqasıdır. Siz orada nədən danışırsınız? O kişi Muaviyənin cəsuslarının başçısıdır. Maviyənin casusları? Bəli, bax orada oturanı deyirəm. İbn Abbas'a xəbər verməliyik. Mən gedərəm. Deyək ki, Muaviyənin cəsus başçılarından birini tapmışıq. Yaxşı. Söhbətlər qutardı. Deyəsən gedir. Onu buraxmaq olmaz. Gedək. Hər tərəfdən onu nəzarətdə saxlayın. Gəlin. Məni xəbərsiz qoymayın. Qardaş, geç tez onları bir süfrə başında görəcəksən. Nə Əmir əl-Möminin Əli bu işdə hiylə eləyib, nə də ki, övladı belə iş görər. Sən avam adamsan, qardaş. Hökumət sirlərindən xəbərsizsən. Hökumətin yarısı hiylə, yarısı da fırıldaq olur. Yox, o Müaviyyə Əmrasın hökumətidir ki, hiylə əsasında qurulub. Peyğəmbər övladının hökuməti yox. Sən nə bilirsən ki? Şam əhlindən soruş. Həsən ibn Əlinin məktubunu Dəməşq şəhərinin minbərindən asıblar. Şamda Həsən ibn Əli ilə Muaviyyənin dostluq əlaqələrindən hamı xəbərdardır. Sən yalan danışırsan, bu sözlərə heç kim inanmaz. Ay biçarə. Hansıdır? Bütün Dəməşq cəmaatı bundan xəbərdardır. O ağsaqqallı. İnanmırsansa axtar. Dəməşqdən təzə gələn bir adamı tap soruş. Onu da bilərsən. Müaviyə ilə vuruşmaq fikrindən daşınandan sonra elə bildim ki, gizlincə özlərində danışıqlar aparıblar.
Səndən gözləmək olar. Çünki atan da xəvaricdən idi və Nəhrəvanda həlak olub. Sənin də qardaşın oradaydı da. Ay bəni Haşimin iti. Yenə də atamı pislədin. İndi göstərərəm sana. Axmağım bir axmaq. Hoş gördük. Getmək istəyirsən? Bəs tamaşa eləmirsən? Onlar axmaq adamlardır. Giz-giz danışıb bir-birlərini qırırlar. Bəlkə kimsə aralarına ixtilaf salır. Bəlkə elə Muaviyyənin casusları ixtilaf salıb cəmaatı bir-birinə qatmaq istəyirlər. Bilmirəm, mən getməliyəm. Hara gedirsən? Gedib yenə fitnə fəsad törədəsən? Yenə cəmaatı qızışdırmağa? Yoxsa Peyğəmbər övladının adından yalan danışmağa? Bəlkə Əbu Məhəmmədlə Muaviyyənin olmayan söhbətlərindən danışmağa. Hara? Cəmaat bəsdir, sizi aldadıblar. Dava eləməyin, sakit olun, özünüzə gəlin. Cəsusdur. Ay cemaat! Bilin və agah olun ki, elə indi Darül Hökumətin qarşısında Əba Məhəmmədin əmri ilə zalim Şam hökuməti tərəfindən möminlərin arasına girib fitnə törədən bir casusun boynu vurulacaq. Ay cemaat! Bilin və agah olun ki, elə indi Darül Hökumətin qarşısında Salam, buyurun. Əba Məhəmmədin əmri Əmr, ilə əmr. Mən buradayım. Şam hökuməti tərəfindən Nə olur? Əmir, bir cəsusun boynunu vurmaq istəyirlər. Boynunu vurmaq? Hardan bilirsən? Bir qulaq as, carçı şəhərdə car çəkib cəmaatı meydana toplayır. Ay cemaat! Bilin və agah olun! Casuslar hər yeri bölüyüb. Deyirlər bunu niyə çoxlu casuslar göndərib? Heç ağlıma da getirməzdim ki, Həsən İbn Əli belə iş görüb Muaviyyənin casusunu callada tapşırsın. Bu xəbər Müaviyyənin qulağına çatsa, şübhəsizdir ki, döyüş təbili çaldıracaq. Bizim istəyimiz də elə budur. Amma mən qorxuram. Çünki cəlladın qılıncı işə düşəndə bu tezliklə qınına girmir. Görəsən bundan sonra hansı casusun növbəsini? Heç inanması deyil. Mən bilirəm. Tezliklə calladın qılıncı, o iki məlunun da sorağına gedəcək. Onlara bax, necə qorxurlar. Əhməd, Məhəmməd, gətirin onu. Ay cemaat! Zalim və azğın Şam hökuməti bir sıra Allahdan xəbərsiz, cəsus, fitnəkar və qarətçini sizin aranıza göndərib ki, Peyğəmbər ailəsinin və Əli tərəfdarlarının birlik və vəhdətini pozsun. Onları göndəriblər ki, siz möminlərin sıralarını bir-birinə qatsınlar.
Bu kişi də həmin cəsus və fitnəkarlardan biridir ki, özü öz günahını boynuna alır. O fitnə fəsad törədən bir şəxs olaraq Həsən İbn Əlinin əmri ilə ölümə məhkumdur. İndi Allahın hökmü bəndələrin gözü qabağında icra olunur ki, bəlkə Allahın əmri yolnazmışları düz yola yönəldib, fitnəkarların şərrini yer üzündən kəssin. Kardeşler, gözleyin. Bak o bizim başımızdı. Muaviye'nin casuslarındandı. Bak o uca boy. Darvazanın yanından geçen. Bakın o. Oradadır. Gelin gedək. Hara getdi? Salam ağa, buyurun. Salamün aleyküm. Sənsən? Nə vaxt gəldin? Elə indicə. Gəl içəri. Gördün? Gördün bugün neynədilər? Boynum vurdular. Bəli, gördüm. Tanıyırdım onu. Dəməşqdə görmüşdüm. Kiməsə bir söz deməmsən ki. Bura gələndə səni heç görən oldu? Yox, hamının gözü meydandaydı. Yaxşı. Ver. Əmirin məktubunu ver. Sən gel istirahat elə. Şəhərdə gözə dəymə. Ola bilər kimsə səni Dəməşqdə görüb. Onda bizi də cəllada tapşırarlar. Nə pis vəziyyət yaranıb. Nə pis. Al bunu. Mənim halım elə də yaxşı deyil. Təkcə bir cümlə yazıb. Yazıb ki, ya özünüzü öldürün, ya da bacarırsınızsa xəvarici Həsən İbn Əlini öldürməyə vadar eləyin. Necə yəni? Xəvaric bizim qanımıza susayıb. Onları Həsən İbn Əlini öldürməyə necə vadar eləyək? Görmədin İbn Zilcövşən bizə necə baxırdı? Baxışları ilə tezdikcə bizim növbəmizin çatacağını bildirirdi. Vadar eləyək. Necə? Əmir, vəziyyətimiz yaxşı deyil. Həsən İbn Əlinin tərəfdarları bizi düşmən bilirlər. Xəvaric isə qanımıza susuyub. Və Muaviyə də bizi intihara dəvət edir. Onlar Kufənin vəziyyətində bizi günahkar sayırlar. Elə bilirlər ki, cəmaatı Əba Məhəmmədlə beyətə biz çağırmışıq. Ağa, bir neçə nəfər gəlib, deyirlər mühüm xəbərimiz var. Bir neçə nəfər? Kimdən xəbər gətiriblər? Demirlər. Səndə də ki, evdə yoxdur, bir bəhanə gətir. Axı, təhkid eləyirlər, getmək istəmirlər. Bir bəhanə gətir.
Nə xəbərdir? Açın qapını. Sizə də mənim mühüm xəbərim var. Siz kimsiz? Fadimə də getsin. Nə istəyirsiz? Sən get. Kimdən xəbər gətirmisiniz? Biz Müğeyrənin adamlarındanıq. Biraz əvvəl bizimkilərdən birinin boynunu vurdular. Burada nə edirsiniz? Nə istəyirsiniz? Müğeyrə bizə deyib ki, məcbur olanda hər zaman sizə müraciət eləyə bilərik. O dedi ki, siz Əmir Əl-Möminin Muaviyyənin tərəfdarlarındansınız. Sus, yavaş. Məyər görmürsən burada vəziyyət necədir? Siz Müğeyrənin cəsuslarındansınız? Bəli, biz təhlükədəyik. Məcbur olub sizə üz tutduq. Təhlükədəsiz? Bəs bura niyə gəlmisiniz? Tez buradan çıxın gedin. Bizim də vəziyyət sizinkindən yaxşı deyil. Qulaq asın. Siz bizi buradan qova bilməzsiniz. Əgər biz tutulsaq, boynumuz vurulmazdan qabaq, sizin haqqınızda bildiklərimizi deyəcəyik. Bizim haqqımızda nə bilirsiniz ki? Bilirik ki, Dəməşqdə əlaqəniz var. Və ora neçə dəfə qasid göndərmisiniz. Bugün də bir qasid gəlib və Əmir Əl-Möminin Müaviyyədən sizə məktub gətirib. Hardan bilirsiniz? Bizim işimiz budur. Xəbər öyrənirik. Hətta Əmirin dostları haqqında da. Bundan əlavə, onsuz da Küfədə hamı bilir ki, siz Əmirin tərəfdarlarındansınız. Əgər bizə kömək eləməsəz və biz tutulası olsaq, sözsüz ki, sizi də tanıtdıracağıq. Siz necə təhlükədəsiz? Biz 4 nəfər idik. Cəsuslara başçılığı da bizə tapşırmışdılar. Bugün boynu vurulan şəxs də biz 4 nəfərdən biri idi. İndi siz qorxursunuz ki, bəlkə sizin də adınızı çəkib? Elədir. Bizdən nə istəyirsiniz? Biz istəyirik bir neçə gün bu evdə qalaq, vəssalam. Yaxşı, nökərə tapşıraram. Dayan. Qasid Əmir Muaviyyədən nə xəbər gətirmişdi? Bunun sizə dəxli yoxdur. Niyə bilmək istəyirsiniz ki? Qorxmayın. Siz gərək bizə inanasınız. Biz hamımız Dəməşqdən əmr alırıq. Bilməliyik ki, əmir nə deyir, nə fikirdədir və biz nə etməliyik. Deyin, dillənin, qorxmayın. Deyir ki, xəvarici Əba Məhəmməd öldürməyə vadar edək. Məyər bu mümkündür? Xavaric bizim və Muaviyyənin düşmənləridir. Bu qeyri-mümkün bir işdir. Əmirin buradan xəbəri yoxdur. Bilmir ki, biz burada necə çətin vəziyyətdəyik. Əbu Məhəmmədi xavaric niyə öldürməlidir? Niyə bu işi biz özümüz həyata keçirməyək? Dəli olmusan? Bizi qırdırmaq istəyirsən? Əgər siz razılıq versəz, biz bu işi görə bilərik. Yox, yox. Biz heç vaxt buna razı ola bilmərik. Əgər Əba Məhəmməd öldürülsə, həm sizin canınız dincələr, həm də bizim. Həm biz rahat olarıq, həm də əmirin fərmanı icra olunar. Sizcə bu mümkündür? Bəli, mümkündür. Qorxulu deyil? Qorxusu indiki vəziyyətimizdən daha azdır. Siz hamınız şahidsiniz ki, biz həmişə ondan istəmişik və indi də istəyirik ki, döyüş əmri verib qoşun toplasın. Özü də qoşuna başçılıq eləyib, o fəsad mənbəyini aradan götürmək üçün böyük bir addım atsın. Amma bu istəklərin nəticəsi nə oldu? Əba Məhəmməd hər gün əvvəlkindən daha çox güzəştə getdi. Müaviyyə isə bu vaxt ərzində ordu topladı. Əba Məhəmməd gününü balçağa məktub yazmaqla keçirtdi. Müaviyyə isə öz casuslarını bizə tərəf göndərdi. Və bugün biz hamımız öz gözümüzlə bütün bu dəhşətlərin şahidi oluruq. Bəli. Axına vaxtacan səbr eləmək olar. Nə qədər güzəşt eləmək olar? Bu qədər məktuba, qasidə nə vaxt son qoyulacaq? Bugün də deməkdən bir qasid gəlmişdi. Əba Məhəmməd nəyi gözləyir? Bunu gözləyir ki, Muaviyyət ibn Əbi Süfyan öz qoşunu ilə
əcəl tək üstümüzə qonub ev eşiyimizi, yurd yuvamızı başımıza sürüb dağırsın, əhləyalımızı əsir eləsin. Biz deyirik. Ondan soruşuruq ki, məgər onun vaxtı çatmayıb ki, orduya bir başçı seçilib, Dəməşq şəhərlərinə doğru hərəkətə başlasın? Biz deyirik, bugün hamının vəzifəsi müəyyən olsun. İbn Zülcöşən, hamının vəzifəsi aydınlaşdı. Həm bizim, həm sizin, həm Muaviyyənin, həm Əli tərəfdarlarının, həm qəbilələrin, cəmaatın, döyüş deyib dad eləyən tayfaların, həm də sülhdən dəm vuranların. İmam ordu toplanmasını əmr verib, Übeydullah ibn Abbası da orduya başçı təyin elədi. Birdən öldürülsə Səid ibn Qeys, əgər o da şəhid olarsa, mən Qeys ibn Səd orduya başçılıq eləyəcəm. Biz de elə bunu isteyirik. Amma bu sizin istəyinizdən deyil. Bu yalnız ona görədir ki, Peyğəmbər balası öz işini gördü. O, lazımi qədər gözlədi. Əbu Məhəmməd Muaviyyəni ona itaət eləməyə səslədi. Həmin məktub ki, siz və tərəfdarlarınız onun üstündə əl-ayağa düşdünüz. Bugün artıq o məktubun cavabı gəldi. Muaviyyə itaətdən boyun qaçırır. Bununla da Peyğəmbər balasına höccət tamamlandı və zülümkarın zülmünü dəf eləmək növbəsi çatdı. İndi bu siz, bu da meydan. Bu siz, bu da döyüş. Bu siz, bu da Muaviyyənin fitnəsini dəf eləmək. Yaxşı olar ki, qılınclarımızı götürüb, ağızlarımızı tikək. Gücümüzü göstərib döyüş meydanında düşmənə sübut eləyək ki, qorxaq deyilik. Dilimiz varsa, dilçəyimiz də var. Demək. Məni tanıyırsan? Dünən gördüm səni. Amma yaxınlaşmağa cürət eləmədim. Neynəmsən? Mən? Heç nə. Şəhərdə təzə gəlmişəm. Şəhərə girəndən hələ fürsətim Bunlar olmayıb. kimdir? Bunlar? Bunlarla yolda tanış oldum. Gəliblər ki, Əbu Məhəmmədə qoşulsunlar. Lap yaxşı. Qulaq as gör nə deyirəm. Sabah yox, birisi gün. Sürb namazı vaxtı burada olarsan. Mühüm bir hadisə baş verəcək. Nə hadisə? Soruşma. Elə ki o hadisə baş verdi, sən qışqırarsan ki, xəvaric. Xəvaricin işidir. Vəssalam. Mən getməliyəm. Dayan, mən səni harada görə bilərəm? Sənin məni görməyin lazım deyil. Vaxtında mən özüm səni tapacam. Kində qəbiləsindən olan Əbu Həmzəni gözləyirəm. Ondan başqa heç kim içəri girməsin. Əminsən ki, o özü idi? Bəli.
Onu bizə sərkərdə təyin eləmişdilər. Ondan başqa sənə heç bir tapşırıq vermədi. Yox, təkcə onu dedi ki, bu xəvaricin işidir, deyə qışqırım. Dedi sabah. Bəli, bəli. Sərdar, sən də onu fikirləşirsən ki... Bəli, bəli. İstəyirlər bunlar deyni ilə İbn Mülcəmin Əli Mürtəzaya elədiyi işi görsünlər. Amma deyəsən bu dəfə xəvaricin işi deyil. Düzdür. Müaviyə və tərəfdarları istəmirlər ki, Əba Məhəmmədin öldürülməsi məsuliyyəti onların boynuna düşsün. Xəvaricin boynuna atmaq istəyirlər. Əlbəttə, möminlər də xəvaricin keçmişini nəzərə alıb asanlıqla razılaşacaqlar. Onlar bununla iki istəklərinə çatırlar. Həm Əba Məhəmmədi qətlə yetirirlər, həm də xəvarici yollarının üstündən kənarlaşdırırlar. Çünki möminlər elə qəzəblənəcəklər ki, xəvaricin hamısını qırmamış sakit olmayacaqlar. Düşünülmüş və hiləgər tədbirdir. Qarşıda böyük bir fitnə var. Neyniyə İbn Abbas? Olar ki, Həsən İbn Əliyə deyək, sabah namaza gəlməsin? Mümkün deyil. Bilirəm ki, bu təklifi qəbul eləməyəcək. Bəs onda neyniyək? Oturub əlimizin üstünə qoyaq ki, onlar Peyğəmbər balasını şəhid eləsinlər. Hərb! Eybi yoxdur, Aris. Mən onu başa düşürəm. Məhəbbətdəndir. Bizim də halımız heç ondan geri qalmaz. Amma indi gözləməkdən başqa çarəmiz yoxdur. Sərkərdə Əbu Həmzə gəlib. Salamun aleyküm. Xoş gəlmisən, Kindi. Xoş gəlmisən. Laf vaxtında gəlmisən. Səni görməyimə çox şadam İbn Abbas. Sən bilirsən İbn Abbas Əbu Həmzəni nəyə görə çağırtdırıb? Məncə ordunun bir hissəsini ona tapşıracaq. Niyə o? Pis seçim deyil. O Siffeyn və Nəhravanda da qoşundan bir yerdə olub. Düz deyirsən. Amma mən onun yerinə olsaydım, belə məsuliyyəti ona tapşırmazdım. Onu unutma ki, Qeys qərar verən Übeydullahdır, mənlə sən yox. Gedin. Gəl səni Həsən İbn Əlinin tərəfdarları ilə tanış edeyim. Qeyslə Səidi ki tanıyırsan? Hə, əlbəttə, yaxşı Salam, tanıyırım. qara getdilər. Salam, qardaş. Onlar getdilər ocaq su Salam, tapsınlar. sən necəsən? Hərb! Sən qal. Hariş, sən necəsən? Əbu Həmzə, bu hərb İbn Abdullah Əba Məhəmmədin vəfalı dostlarındandır. Əsli İranlıdır, zirək və ağıllıdır. Bu səfərdə səndən olacaq. Qulluğunuzdayam. Hə, sən İranlısan? Bəli, Sərdar. Lap yaxşı. Gedək Sərdar. Gedək. Get hazırlaş. Elə bugün ordu hissəsi ilə Miskinə tərəf hərəkət edəcəksiniz. Bugün? Bəli, bugün. Olar mən bir-iki gündən sonra onlara qoşulum. Yox, olmaz. Heç olmasa icazə vermən sabah namazdan sonra gedin. Hərb. Bu Əba Məhəmmədin əmridir. Ordu bugün hərəkət eləməlidir. Mən də istəyirəm ki, sən əvvəldən orduda olasan. Sabaha gəldikdə isə mən sənə söz verirəm ki, qoymayacağım sabah Əba Məhəmmədə bir xətər dəysin. Sən bundan razısan? Yox, mən o vaxt razı olaram ki, onun sağ olması xəbərini eşitəm. Buyurun. Siz buyurun. Buyurun. Keçin. Həsən İbn Əli, Übeydullah İbn Abbası orduya başçı seçti. Və ona əmr verdi ki, dərhal qoşunuyla Fərata və Şama doğru hərəkət eləyib, Muaviyyənin ordusunun qarşısına çıxsın. Əmr-əl-Möminin tərəfdarları və dostları da bu orduya qoşulsunlar. Ay cəmaat! Bilin və agah olun ki,
Həsən ibn Əli Übeydullah ibn Abbası orduya başçı seçdi və ona əmr verdi ki, Bu qədər də uzatma, qardaş. Kufə, Dəməşq və Bəsə yolu bu cür saxta qablarla doludur. Bu Fars qabıdır. Naxışlar görmürsən? Bir naxışlarına bax, hə? Yox, qardaş. 2 sikkə alıram. 2 sikkə? Dünən Yahudi İshak 10 sikkə verirdi, satmadım. Axı müsəlman deyil. Dünən bugündən fərq edir. Dünən sülh idi, bugün isə döyüşdür. Görmürsən ki, qoşun hazırlanır? Bu qoşun deyil ki, ordu hissəsidir. Nə dedin? Qoşun deyil, bəs onda nədir? Yaxşı, yaxşı, 2 sikkəni ver bura. Daha peşman oldum, almıram. Pullarımı xərcləmirəm. Belə də iş olar. Mənim ki, kiminləsə söz söhbətim yoxdur. Deyəsən döyüşə ordu yığıblar. Yox, bu bizlik deyil. Deyirlər ki, iş gücünü at gedosunu ver qılıncın qabağına. İşlərimiz təzəlicə yoluna düşməyə başlamışdı. Bu döyüş söhbətindən sonra aləm dəyəcək bir-birinə. Hə, düz deyirsən. Vəziyyət daha da çətinləşəcək. Bunların hamısı yalandır. Xəvaric. Lənətə gəlsinlər. Deyilənlərə inanmırsan? Eşitmədin carçı nə dedi? Dedi ki, İbn Abbas ordu tədarükündədir. Nə danışırsan kişi? Ordu hazırlamaq məyər belə asan işdir? Əlbəttə ki, niyə də yox? Ordu hazırlamaq ki bir şey deyil. Əba Məhəmməd döyüş istəmir, sülh tərəfdarıdır. Hə? O hərbidir. Özü. Dayan. Hara belə? İbn Abbas əmr edib ki, mən də ordu hissəsində olum. Çarəm yoxdur. İtaət etməliyəm. Amma ruhum sizinlədir. Sizlərdən biriniz sabah mənə xəbər çatdırsın. Başa düşürsünüz də nə deyirəm? Sabah mütləq mənə xəbər verin. Arxayın ol. Get, Allah amanın. Salamat qalın. Gedək. İndi daha biz geri çəkilə bilmərik. 1000 dəfə Müaviyyə ilə döyüş fəryadı eləmişik. Əgər Əbu Məhəmməd döyüşdə məğlub olsa, onda biz nə edəcəyik, hə? Sən elə bilirsən Əbu Süfyanın oğlu bizə rəhm eləyəcək? Birdən Həsən qalib gəlsə onda necə? Yenə də elə fərq eləməyəcək. O və tərəfdarları bizi əlinin qatili bilir və hər an qisas hissi ilə yaşayırlar. Onun qisası İbn Mülcəmdən alınıb. Mən bunu deyirəm ki, bu döyüşdən bizə çatan nə olacaq? Biz bilməliyik ki, nəyə görə qılıncı əl atıb, ölmə gedirik. İbn Zilcövşən, niyə danışmırsan? Biraz yorğunam. Danışmağa halım yoxdur. İcazə verin başqa vaxt bir-birimizlə məsləhətləşək.
Yaxşı, onda Salamat, xudafiz. Allah amanında sağ olun. Xoş getdiniz, sağ olun. Allah amanında. Bilirəm nə fikirdəsən. Fikirləşirsən ki, bu bizim iki düşmənimiz arasındakı bir döyüşdür. Hər birinin qələbəsi bizim məğlubiyyətimizdir. Əslində uduzan elə biz olduq. Çünki Aba Məhəmməd məğlub olsa, Muaviyə onunla və tərəfdarlarıyla mülayim davranıb Peyğəmbər balasını öldürməyə cürət eləməyəcək. Bizi isə şübhəsiz ki, özünün həqiqi düşməni kimi bir qılıcdan keçirəcək. Həsən qalib gələcəyi təqdirdə də bizə heç nə çatmayacaq. Çünki müsəlmanların xəlifəsi düşmənlə döyüşdə qalib gələn şəxs olacaq. Əgər biz kimə tərəf olduğumuzu müəyyən eləməsək, çətin vəziyyətə düşəcəyik və axırda da itib batacağıq. Biz Əli ilə düşmən olduğumuz müddətdə heç belə vəziyyətə düşməmişdik. Bəs onda nəyə görə Müaviyyə ilə döyüş deyib dad eləyirdin? Elə israr eləyirdin, biz də fikirləşdik, yəqin talihimiz bu döyüşdən asılıdır. İnanmırdın ki, Həsən İbni Əli hakimiyyətinin əvvəlində bu döyüşə razı olsun. Onun döyüşdən imtina eləməsi bizim qüdrətimizi göstərəcəkdi. Amma indi... Bəs neyniyək? Bilmirəm. Qoy fikirləşim. Yaxşı fikirləşib bütün cəhətləri nəzər almaq lazımdır. Bu döyüş bizim talihimizə aydınlıq gətirəcək. Nəysə, biz gedirik. Doğrudan Əşəz. Qızından nə xəbər? Hansından? Həsən İbn Əlinin evindəkini deyirəm. Bir xəbərim yoxdur. Onun başı üzərinə qarışıb və qaynatasının qatilləri ilə elə də arası yoxdur. Ged onunla maraqlan. Sən atasısan. Qızından xəbərsiz olmamalısan. Belə bir vaxtda əmr biməruf eləyib mənə qohumluq əlaqəsini başa salırsan? Məyər mənim müsəlman olmağıma şəkkim var? Yox, İbn Zülcöşən. Sənin müsəlmanlığına arxayınam. Amma öz müsəlmanlığıma arxayın deyiləm. Əş-əs. Qızın adı nə idi? Cədə. Cədə. Yadımda qalar. Hərdən elə sözlər danışırsan ki, adam qalır görəsən sən beynində nə fikirləşirsən. Arada ağlıma elə şeylər gəlir ki, heç bilmirəm dilimə necə gətirim. Sən hələ nədə qalıb? Bilmirəm, əl çək məndən oğlum. Dayanmadan elə bu sualı mənə verirsən. Bu gecə qurtarmağı bilmir. Mənim heç yadıma gəlmir ki, hansısa gecə bu qədər uzansın. Əgər məsciddə bu Məhəmmədin başına bir iş gəlsə, mən bu müsibətə görə cəmaatın üzünə baxa bilmərəm və heç vaxt özümü bağışlamaram. Niyə mən belə axmaqlıq elədim? Niyə mən bədbəxt onu başa düşmədim? Niyə orada qışqırıb
sizi köməyə çağırmadım ki, o cəsusu tutub, qolu bağlı, Darül xilafət aparaq. Niyə? Əgər məsciddə Əbu Məhəmmədin başına bir iş gəlsə mən... İbn Abbas, qalx hamımız birgə Əba Məhəmmədin yanına gedib ona deyək ki, sabah məscidə gəlməsin, başqa çarəmiz yoxdur. Razı olmayacaq. Niyə razı olmur? Peyğəmbərə suiqəst eləmək istəyəndə razı oldu ki, Əliyyə Mürtəza onun yerində yatsın. İbn Abbas, Peyğəmbər ki öz ölümündən qorxmurdu, onda şəriət məsələsi ortalıqda idi. İndi də həmin şərait təkrar olunur. İbn Abbas, icazə versin təkcə bugün birimiz onun əvəzinə mehrabda dayanaq. Döyüşdü. Düşmən ordusu İslam darvazalarının arxasında dayanıb. Allah eləməmiş, əgər ona bir şey olsa... Qalx İbn Abbas, vaxt keçir. İndi gözləməliyik. Çünki hələ namaz qılır. Heç nə, hər şey yaxşıdır. Nə oldu? Hələ 1-2 saat vaxt var. Sakit olun. Sakit olaq. Sabah bəlkə hamımızı cəllada tapşıracaqlar. Heç kim sizdən şübhələnməyəcək. Həsən İbni Əlini öldürəcək şəxslər xəvaricdir. Necə ki, atasını qətlə yetirdilər. Görəsən o alçaq bizi tanımır. Yox. Nə sizin adınızı eşidib, nə də ki bizi tanıyır. Fəqət bizim əlaltılardan biri onunla iş görür. İşini də qutaran kimi haqqının qalanı da veriləcək və salam. Bəs siz dediniz ki, işin axırında o da öldürüləcək. Sən məni başa düşmədin. Haqqının qalanı bəs elə onun qəlbinə sancılacaq xəncərdir də. Açığını deyim ki, mən bu işin nəticəsinə çox da ümidlə baxmıram. Bu nə danışır belə? Bu nə deməkdir? Belə olmaz axı. Mümkün deyil ki, kimsə əlində qılınc İbni Abbasın, Səidin, Qeysin, Hüzür və Ədinin arasından keçib Həsən İbni Əlini vursun. Fərqi yoxdur, məsciddə olsun, ya məscidin kənarında. İstər Darül Xilafətdə, ya da başqa yerdə. Özdə hələ Əlinin qətlindən elə də çox vaxt keçməyib. Axı biz danışdıq ki, işin icrasına biz nəzarət eləyək. Onda icazə verən özümüz necə məsləhət biliriksə, işi elə o cürdə başa çatdıraq. Və bütün xərclərini də biz ödəyək. Yaxşı, necə istəyirsinizsə elə deyiləyin. Amma yadınızda qalsın ki, biz işin gedişatından xəbərsiz olmuşuq. Əgər işinizi bacarmasaz, əmirin qarşısında özünüz cavab verəcəksiniz. Eləcə də yadınızda qalsın ki, biz sizə dedik, Həsən İbn Əliyyə qılıncla yaxınlaşmaq heç cür mümkün deyil. Qılınc adı çəkən oldu mu ya? Nə demək istəyirsiniz? Nədir, heç görməmisiniz ki, birini oxla vurub həlak eləyələr? Siz onu oxla vurmaq istəyirsiniz? Bəlkə də. Yəni məsciddə, cəmaat arasında, hansı məsafədən, hardan? Ox atmağa axı yer yoxdur. Heç yolda da mümkün deyil. Çünki Həsən evinin arxa tərəfindən məscidə gəlir. Deyir, arxa qapıdan daxil olur. Hamınız gəlin. Salam, yəbnə Rəsulallah. Ağa, Muaviyyə və casusları müsəlmanlara arxadan zərbə indirmək fikrindədilər. Əslində sizi yox, Peyğəmbərin dinini hədəf alıblar. Bugün məscidə gəlməyin. Bizə icazə verin, qoy Muaviyyənin nökərlərini, casuslarını tuta bilək.
icazə verin təkcə bugün bizdən birimiz sizin yerinizə mehrabda dursun. Məndən istəyirsiniz ki, öz canımın qorxusundan möminlərdən ayrılıb Allahın vacibini tərk edəm? Onda heç olmasa zireh geyinin. İmam əleyhissalam zireh geyməyə razıdır. Buyur. Sən yatmamısan? Yox. Sabah çox uzun yolumuz var. Bilirəm. Yuxusuzluğa adət eləmişəm. Sənin bu cür vəziyyətinlə heç inanmıram ki, boynuna düşən vəzifənin öhdəsindən gələsən. Namaza bir şey qalmayıb. Qalx azan deyənə xəbər ver. Səhər olub? Allah